bir gündən hər kəsə salam. Sabah açıldı, uşaqlar yola saldım, getdilər. Dedim, mən də elə səhər-səhər biskvitlərimi hazırlayayım. Sonra başlayayım günə. Günə başlamışkən də təbii ki, sizlə bir vlog başladım. Buraları biraz yüngül var, əl gəzdirdim. Hava soğuyub, mənim qazımın gözü yenə yanır. Tortum var, gördüyünüz kimi. Onu hazırlayayım dedim. Çünki İnci Universitetdən gələndə gedib onunla görüşməliyəm. İşimiz var biraz. Sonra da tort ləvazimatlarına getməliyəm. Axır dedim, qoyun bunlar bişsin. Biskvitlər mən evləri yığışdırana qədər üzərimdən elə bir yük olur biskvit bişirməkdə. Yəni beynimin bir küncündə qalır, narahat edir məni. Bişirməmsən. Dedim elə bəri başdan səhər-səhər qoyun bişsin. Sonra işimizə davam eləyərik. Çay içirdim, yarımçıq qaldı. Qabları yumamışam, səhərin qablarını. Dərman içdim, mezim içdim deyə çayımı arxasını gətirmədim ki, gedib dərmanı çürütməsin. Səhər-səhər yediyim yeməyə də inana bilməzsiniz. Qabı buradadır. Axşamdan, daha doğrusu gün ortadan spagetti hazırlamışdım, ondan qalmışdı. Onu yedim səhər-səhər. Üstündən də bir dənə dərman içdim. Başladıq belə günümüzə. İnşallah maraqlı bir şeylər olsa çəkməyə davam eləyərəm. Çəmbərləri hazırladım. Gözləyirəm çalsın, qutarsın. Sonra qarışdırım, qoyum. Ev işlərini həll elədim. Axşam nəhayət ki, saçıma kraska qoymağı başardım. Neçə vaxtdan sonra saçlarım biraz canlı görünür. Amma eləyəndən sonra baxım eləmədim. Yağını çəkim. Düzdür, xoşlayıram nəmli saçları çəkməyi bu yağı. Amma yenə olsun. Qızlar, arada bir mənə dedilər keratin elətdir. Ustalar təklif elədi də, belə deyim. İntihasız saçım elə tökülür mənim, elə nazikdir. Düzdür, belə açıq qoyanda şişir. Biraz qıvırcıqdan gəlmədi. Uşaq vaxtı mənim saçım qıvır-qıvır idi. Sonra yavaş-yavaş düzəldi. Dalğalı oldu da, belə deyim. Amma şişir yenə də. Dedilər, bəs nə üçün keratin elətdirmirsən? Usta dedi, keratin yaxşı olar, bezmisənmi? Düzü görək evdəyəm deyə heç keratin elətdirmək fikrimdə yox idi. Həm də ki, keratin elətdirəndə mənə elə gəlir, saçım nazikdir deyə başıma yapışıb saçımı çox az göstərər. Bundan da vurum. Fellə qorusun. Çox az göstərər. Nə bilim, elətdirəniniz var mı? Bilirəm, çox adam elətdirir. Amma ki, ağlımda yoxdur. Həm də bilirəm ki, keratindən sonra adamın saçı tökülür də. Qorxuram ki, elətdirərəm, vahşi tökülər. Həm də qırağa başa çıxmıram. Lazım olanda 3 gündən bir, 4 gündən bir saçımı yuyuram. Mənim saçım elə yağlı deyil, yaxşıdır saçım. 3 günə ancaq şey olur da, yapıxır, belə deyim. Elə yağlanmır da. Siz necə, elətdirənləriniz varmı xanımlar? Keratini məsləhət görürsünüzmü? Rəylərdə yazın, görüm elətdirməyə dəyərmi? Biskvitlər pişir. Sadə qoymuşdum, 3 dəqiqəsi qalıb. Dəqiqəsi də tamam olsun. Çıxardaq. Çox gözəl köpüklər, ikisi də. Çox gözəl görünürlər. Bir şey qalmadı. Çıxardım, qoyum kənara soysunlar. Siz hələ də kursa qatılmaq haqqında fikirləşirsinizsə, bu sizə bir ilham olsun ki, necə gözəl biskvitlər hazırlanır. Hava belə tutulub, tutqundu. İnşallah yağış yağmaz. Bilmirəm, heç bu günə yağış demişdi ya deməmişdi. Bayırda paltarlarım var, onları yığacağım. Bir də ki, burada paltar qoydum. Bunlar dəsmallar, ağlar, süfrələr, onları qoydum. Onlar qaynayır. Şeyə qoymuşam, qaynama moduna qoymuşam. Qaynayır orada. Bunları da çıxartdım. Qoydum soyusun. Qızlar, altına da nə istifadə eləmişəm, sizə də deyim. O gün Arazdan çörək almışdıq. Xonçanın çörəyini. Görünürmü? Baxın belə. Bu çörəyin üzünün o yağlı kağızıdır da. Heç vaxt bunu atmıram. Hər səfərində istifadə edirəm olsa. Belə sərirəm bir dəfəlik. Pişirirəm. Pişirəndən sonra altından çıxardıb soyub atıram gedir. Belə eyni zamanda da ekonomlu olur. Yağlı kağıza
Pis olmur. Bunda da qəşəng olur. Hayfım gəlir atmağa. Baxsan qəşəng paketdir. Çörəkdən çıxardıb atmağa adamın heyfi gəlir. Pişdi bunlar da. Biraz altından daşıb, amma ki heç bir təsir göstərməyib də köpməsinə. Bu da qəşəng şişibdir. İkisi də yaxşıdır. İnşallah axırda necə olduqlarını da göstərərəm. Qızlar, paltarları gətirdim, tökdüm. Yay paltarıdır bunlar. Onun içərisində də qış paltarları var idi. Onları da çıxartdım, tökdüm. Deyirəm daha yerini dəyişim yayla qışın. Yay paltarlarını yığışdırmamışdım. Bunları yığışdırım. Onun əvəzinə qışları düzüm. Daha gəldi. Yoldaşımın qardırobunu, yoldaşımın hissəsini dəyişdirdim. İndi də gətirdim özümünkünü tökdüm. Dedim özümünkiləri də dəyişdirim. Bir dəfəlik də rəsmi olaraq qışa keçid eləyək. Burada da bu var. Bunun içərisinə şalvarları yığmışdım. İndi bilmirəm lazım olacaqmı, olmayacaqmı. Bunları yadıma gəlir, 1 manatlıq mağazadan almışdım Nərmanovdan. Elə o vaxtdan istifadə edirəm. Əslində buradakı 1 manatlıq mağazada da var. Amma deyəsən çox böyükləri olurdu. Almışam birini, hətta birini almışam 1 metrənin neçə sant, 70 santiyadır, nədir? Aldım, gətirdim marketdən. Gəldim evdə baxdım ki, ilahi bu nə boydaymış. O şeyin altında yaxşı olar. Bu kravatın altına depolamağa yaxşı olar. Yorğan zad qoymağa. Bunları da yığışdırım. Tamamilə qış gəlmiş olsun bizə. Onsuz mənə gəlib qalın corab. Ayağımda da ki bu ev damaşniki. Hələ buna baxmayaraq üşüyürəm mən. Bir şey də var ki bizdə eşdə hava isti olsa da bu vaxtlar bizdə ev soyuq olur. Bilmirəm niyə. Tərsinədir də eşdə yaxşı olanda içəridə soyuq olur. İçəridə eşdə soyuq olanda içəridə isti olur. Nəysə, keçim yığışdırım buraları, qatlayım. Daha geyinməyəcəklərim var. Onları da atacağım. Məsəl üçün bu şalvar bir ilsi belə şalvarlar moddaydı. Burasını da ləkələmişəm. Məsəl üçün bunu atacağım. Bu mənə lazım deyil. Birisi hansı idi bilmirəm. Qırağa başa geyinirdim. Üzərinə də krem rəng koftayla. İndi bəzi şeylər var yaydan. Bildim ki bu yay geyinmədim. O birisi yayda geyinməyəcəm. Onları da atmaq fikrim var. Çıxdım. İnci ilə salona getməliyik. Deyirəm bu payızı yazı bilmək olmur da. Kimi kutka geyinir mənim kimi. Kimi qol açıq gəzir. Kimi nazik sarışqada gəzir. Bu yazla payızı tuta bilmirəm. Qola qısa geyinən görəndə deyirəm ki, mən anormalam. Amma ki, belə də ki, göydən yağış yağır da. Nə geyinmək olar ki? İndi hər qabağımdan gəlirlər. Hərə bir cür geyimdədir. Baxaram bir xanım atqı taxıbdır. Yağış yağa. Atqı nə əlaqə? Baxaram bir xanım indi qol açıq geyinib. Ola bilər tez-tez gəlib. Evdən iş görəndə çıxıb havadan xəbəri olmayıbdır. Kimləri mənim kimi nazik vetrovkadadır. Onu da yağışa görə geyindim. Əslində elə soyuq deyil hava. Nə bilim, hərə bir cürədir. İnci ilə getdik pasiolkaya. Çolkasını kəstirirdi. Onun işini həll elədik. Keçdik azadlığa. Burada da kostyumun altına geyinmək üçün özünə ağ mayka axtarır. Çiyinləri qalın olanlardan. Burada var idi, qaytanlılardan görürsünüz orada yuxarıdan asıblar. Amma ki o elə bir şey axtarmırdı. Həm də biraz qalın olacaq bir şey axtarırdı. Burada tapa bilmədik. Yaydan qalan paltarlar var hələ də. Burada təzə kolleksiyada gətiriblər. Xanımlar köynəklərə baxın. Sarı ilə qəhvəyi rəngi qarışdırıblar bir-birinə. Qəşəng kombinlər var idi. Bu köynəyə baxın, 2 rəngli. Sizlərə də çəkmək istədim yeni kolleksiyanı. Mənim yaşıllar xoşuma gəldi. Düzdür, qəhvəyi qəşəngdir. Amma bu yaşıl köynəklilər daha yaxşı idi. Altı qəhvəyi, üstü yaşıl, ya üstü ağ, altı yaşıl. Yeni kolleksiyası da belə idi, Brent House'un. İnci də burada axtardığını tapa bilmədi. Keçdik. Buradan da Nuray butik var azadlıqda ona. Belə yaşıldır da, yaşılın tonudur. Şalvarlar var idi, onlar da yaxşı idi. Amma bunları mən alıb geyinəmərəm.
Çünki uje mən üşüyürəm. Bu da bax mənimkilər bunlardır. Qəşəng vadalaskalar. Alan belə qalın geyinəm. İnciyə də deyirəm ki, inci ol. Bu da inciyə göstərirəm ki, inci bax mənimki bunlar. Alım qəşəng qalın geyinim. Mən üşüyərəm onda. Pis bax. Mənim qolumda payında. Ay. İmkan vermədi qarğa su içsin. Yazıq qarğa. Gidək. Ağışa yakalandıq. Bayraqlara bax. Bayraqlara baxanda həmişə əvvəl ruhiyam qalxır. Bilmirəm niyə. Səncə niyə? Rənglidirlər. Qəşəngdirlər. Bənövşəyi rənglərə bax, nə gözəldir. Qara. Gəldim axır ki evə. Gələn kimi bir stəkan çay. Hava necə dəyişdi, hava necə soyudu. Evdən çıxanda vetrovka geyinmişdim deyə peşman olmuşdum ki, yəni belə hava istidir. Bu isti havada mən naxaq vetrovka geyindim. Amma ki gələndə dəhşət soyuq idi. Sonra getdim tort ləvazimatlarına. Bir dənə fiqur aldım. Belə aslan fiquru. Yüzü görünürmü? Görüm. Qəşəngdir, şirindir, kral aslan. Bir daha bunu götürdüm. Tortumuz fiqurlandı. Belə alanda daha sərfəli olur. Nəyə görə? Çünki bunu hazırlamaqdan ötürü mən bir otururam 2 saat bel qırıram. Müştəriyə də məsəl üçün bunu deyirəm 5 manata. Amma belə alıram 3.50-yə. Heç bir əziyyət də yoxdur. Elə nə qiymətli müştəriyə də deyirəm. Həm ona sərfəli olur, həm mənə sərfəli olur. Həm də dediyim kimi belimdə problem var deyə inansız o 5 manata dəymir onun üstündə işləmək. Hazır aldım. Belə bir dənə şəkil çıxartdırdım. Coğrafiyanı sevən bir dənə uşağımız var. Onun üçün ad günü tortu hazırlayacağım. Bu onunkudur. Bu da bu aslanınkidir. Oy, bunlar niyə töküldü? Başqa yerlərdə 5-6 manat. Düzdür, sədərəkdə görürəm bunları 1.80-ə də satırlar. İntihasız topdan satışdır. Çox yəqin ki, belə satmazlar. Belə 3 manat da budur. Bir də ki, qızlar, orada fikirləşdim, inci ilə getmişdik də. Fikirləşdim, ay Allah, mənim şantim varmı, yoxdurmu? Ağlıma gəlir ki, axırını işlətmişdim şantinin. Sonra yadıma sala bilmirəm. Almışam, almamışam, almamışam. İnci də deyir, evdə də Vaqif yoxdur. İnci də deyir ki, mama, İnci evdə olanda həmişə zəng edib İncidən soruşurdum. İnci, bax, filan şey varmı? İnci də deyir, mama, işlədirsən də onsuz al. Neysə, götürdüm. Gəlirəm ki, alıbmışam, özü də təzə alıbmışam da. Üstündən bir tortluq işlətmişəm, ya işlətməmişəm. Qalıb oradaca. Eybi yox, atacam evə. 10 manat idi. Aldım. 10 manatın başı ağrıyırdı. Aldım, getdi. Eybi yox, qaldıqca fərq eləmir. Onsuzdan xarab olmur. İşlədəcəm onu. Gedim tez çayımı içim. Axşam yeməyə hazırlayasıyam. Amma onu da yüngülvari bir şey eləyəcəm. Çünki dünənki dolmadan günorta yedik də. Günorta da ət, axşam da ət. Onsuzdan uşaqlar sevmirlər. Axşama yüngülvari nəsə hazırlayaram. Belə. Kişiyə də, evi kişisinə də dolmadan var. Düzdür, dünən axşam yiyib, amma dediyim kimi çox hazırlamışdım. Ona görə biz günorta da yedik. Çayımı içim, soyutdum çayı. Gələn kimi də şey qoydum, çaydan qoydum üstünə təzə dəm. Çay dəmliyim. Qalmayıb dəm. Mən gedib gələnə qədər qutarıb. Qoydum onu dəmliyim. Keçim çayımı içim. Necə soyuqdur, necə dondum. Bunlara da 17 manat verdim də. Deyəsən 18 manat ya da 18 manat da bunların şeyini hamısına birlikdə verdim. Yoldaşım gəldi, uşaqların istəkləri var idi. Vaqif üçün şoki-moki, İnciyə də belə alça turşusu alıb. Qızlar, düzü gərək mən heç özüm tutmamışam alça turşusu. Hər dəfə də, hər ildə deyirəm tutum, amma ki yaddan çıxır ya nəsə. Bir də mən xırmanın malakolarını tapşırmışdım. Belə ağını alıbdı. Mən yazmışdım deyə alıb, təbii olaraq. Tündünü alıb, çünki burada azadlıqda yoxdur, başqa markalardır, onu da sevmirəm. Geçən səfər Şabaldan da çox almışdı. Dedim, al, nə qədər alarsan al. Qalanını da pişirib ataram buzluğa. Hardasa burada 3 dəfəlik var.
3 dəfə aşa qatmaqlıq. Bunları qəşəng belə başdan başa kəsmişəm. Əvvəllər lapaz verici iz qoyurdum, çətin olurdu çıxartmaq. İndi belə başdan başa kəsdim, tənbəl tədbiri. Birazca pişsinlər, qabıqları aralansın. Çıxardıb, təmizləyib atacağım. Buzluğa təmizləyəndə də əsas burada ucları var, bu qara görünür orada. Zoğları, onu çıxartmaq lazımdır ki, soyuducuda qalanda cücərmə verib qaralma salmasın içinə. İndi bunu gözləyirəm ki, birdən ötürərəm. Demək olmaz, özümə güvənim yoxdur. Birdən ötürərəm, yanında durum ki, ötməsin, çox yumuşalmasın. Təmizləyim, 2 yerə bölüm, atım buzluğa, salafanın içərisində. Lazım olanda çıxardıb istifadə edərəm. Xanımlar, 2 dənə tort var idi. İkisi də eyni evə gedir. 2 qardaşın tortudur. Eyni vaxtda ad günləri hazırladım. Belə biri coğrafiya temalı. Qəşəng alındı. Bu da ayıcığın salafanıdır. İndi sizə arxa planı göstərim. Bu da digər tortumuz. Hələ yığışdırmışam. Bu yığışdırılmış halıdır. Bu da digər tortumuz. Bunun gözəlliyinə baxın. Çox şirin oldu. Çox qəşəng oldu. Parparda parıldayır. Fatih balanın tortu. Qaldı indi bunları bir dənə tərəziyə qoyub şəkillərini çəkmək. Belə hazırdır tortlarımız. Gətirim buraları da tez yığışdırım. Bu da qəlib kimi yarpaq kəsdim, çıxartdım. Bu yarpağın şəklidir. Bu yarpağı da eyni zamanda belə kağıza kəsdim, çıxartdım və birim də buradadır. Biri də belə bir kağıza çəkdim. Onu da şəkər xəmirinin üzərinə iz saldım. Elə kəsdim, hazırladım. Tortumuz belə oldu bu şəkildə. Bir dənə də belə xasiyyətim var. Tort qurtardı. Buraları yığışdırmamış, çəkib ata bilmirəm də şəklini. Tortun gərək qurtara hamısı, hər yeri yığışdıram. Sonra tortu çəkəm atam. Yavaş-yavaş yığışdırmışam. Demək olar ki, boyalardır, nə bilim şəkər xəmiridir. Onları götürmüşəm. 1-2 dənə bunlar qalıb. Bunları da yerləşdirim. Ondan sonra keçim tortu çəkməyə. Yoxsa heç cür alınmır məndə. Öncə yığışdırmalıyıq. Sonra tortu çəkməliyik. Bunun ağzını da şpılka ilə bağlayıram ki, tökülməsin. Videonun bağlanışını da bu gözəl tortdan eləyim dedim. Qızlar, böyle parıldamağı da mirvari tozundan üstündən birər keçmişəm. Ona görə parıldayır. Birazca da şirin başlarına vurmuşam. Tortumuz 2 kilogram idi. 2 kilogram 400. Belə bir tort alındı. Hələlik xanımlar, bugünlük məndən bu qədər olsun. Bəyəndinizsə videonu bəyənməyi unutmayın. Abunə olmadan izləyən xanımlar abunə olsa sevinərəm. Sağ olun, sağlıqla qalın.